Pythonda bu tipli suallarda 90% hallarda demək olar ki, müdavimlər səhv eləyir. Gəlin bunu aydınlaşdıraq. Baxın, burada bizə A siyahısı verilib, daha sonra isə B bərabərdir A yazılıb. Bu o deməkdir ki, B və A artıq eyni siyahı olur. Yəni burada təzə bir siyahı yaranmır. Hər ikisi eyni olur. Yəni mən A siyahısının üzərində elədiyim dəyişiklikdə, B siyahının üzərində elədiyim dəyişiklikdə eyni bir dənə siyahıya tətbiq olunacaq. Çünki burada bunların ID kodları eynidir. Səbəb budur. İndi gəlin həll eləyək. Amma bir dənə də məqam var, onu da unutmuruq. Bax, o hissə bizdə dəyişəcək burada. Ona görə diqqətlə dinləyirik sona qədər. Baxın, dedik ki, B bərabərdir A yazılandan sonra biz bunu bir dənə siyahı olaraq qəbul edirik. Yəni A.remove 5 yazıldısa, mən burada elə bir dənə A siyahısına baxmağım kifayətdir. Mən buradan 5 elementini sildim. Sonra B.append 8, yəni siyahının sonuna 8 əlavə et. Burada siyahının sonuna 8 də əlavə elədim. Artıq mənim yaranan A və B, yəni hər ikisi bunların eynidir. Hər ikisi bizdə nə olacaq? 1, 9, 3, 7, 8. Aha, nəhayət gəldik bu hissəyə. Baxın, artıq siz burada B bərabərdir. Baxın, bərabərdir gördünüzsə, bilin ki, bu hissədə artıq yeni siyahı yaranacaq. Yəni, burada A siyahısı artıq ayrıdır, B siyahısı artıq ayrıdır. İndi bizim A siyahımızın forması hələ ki eynidir, A ilə B. Yəni, bu formadadır, ikisində olduğu kimi götürdürəm. İndi biz nə etməliyik? B-də, yəni B siyahısının üzərinə 2 elementini gəlməliyik. Yəni, mən bura A-ya yox, yalnız B siyahısında 2-ni əlavə eləyərəm. Bu formada olar. İndi A siyahısında 0-cı indeksə 6 elementini əlavə edərəm. 0-cı indeks bizdə haradır? 1-in yeridir. Yəni, 1-in yerinə bizdə gələr 6, bir də sürüşər sağa. Daha sonra, indi buradayım. Delete B1 nə deməkdir? Yəni, birinci indeksdə duran biz elementi silməliyik. Bu da hansıdır? 0, 1. Bu element silindi. Sonra da delete A2, yəni burada ikinci indeksdə duran elementi silirəm. Bu 0, 1, 2. Bu element də silindi. Artıq bizim yeni A siyahımız olar bu formada. Yeni B siyahımız olar bu formada. Bitdi, getdi. Bu qədər.